Ermənistanın Rusiya ilə münasibətləri və Avropa İttifaqına yaxınlaşma siyasəti yenidən regionda əsas müzakirə mövzularından birinə çevrilib. İrəvan qərbə doğru addımlarını artırdıqca Moskva ilə münasibətlərdə suallar daha da çoxalıb. Rusiyalı politoloq Dmitri Salonikov Ednewsa açıqlamasında bildirib ki, bu proses birdən-birə yaranmayıb. Ermənistan uzun müddətli qərbə inteqrasiya istiqamətində addımlar atır və bu da təbii olaraq Moskva ilə münasibətlərdə qeyri-müəyyənlik yaradır. Ekspert qeyd edir ki, qarşıdan gələn seçkilər bu prosesdə sadəcə siyasi katalizator rolunu oynayır. Əsas problem isə Nikol Paşinyanın illərdir davam etdirdiyi xarici siyasət kursudur. В последнее время просто это приобрело еще политический контекст в связи действительно с приближающимися выборами. Son dövrlərdə bu məsələ yaxınlaşan seçkilərlə bağlı əlavə siyasi kontekst qazanıb. Amma seçkilər burada sanki bir növ tətikləyici amildir. Təbii ki, son zamanlar yaşanan siyasi problemlər, suallar məhz seçkilərə görə yaranmayıb. Sualların yaranmasına səbəb Paşinyanın apardığı davamlı siyasətdir. Rusiyada dəfələrlə deyildiyi kimi, eyni vaxtda iki masa arxasında oturmaq mümkün deyil. Əsas məsələ ondan ibarətdir ki, Nikol Paşinyanın özünü rəhbər kimi gələcəkdə harda görmək istəyir. Avropa inteqrasiyası çərçivəsində, yoxsa Avrasiya məkanında əməkdaşlığı davam etdirərək, o kişi kimi addım atmalı və mövqeyini müəyyənləşdirməlidir. Adətən kişilər belə edirlər. Əslində ondan tələb olunan da budur. Çünki həm Avropa ilə inteqrasiyanı dərinləşdirmək, həm də Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə əvvəlki şərtlər əsasında əməkdaşlığı saxlamaq getdikcə çətinləşir. Трудовых ресурсов, нынешних таможенных правил с открытыми рынками в странах. Beləliklə, Ermənistan üçün əsas sual dəyişməz qalır. İrəvan Avropa inteqrasiyasının prioritet seçəcək, yoxsa Rusiya və Avrasiya məkanı ilə əməkdaşlığını qorumağa çalışacaq? Əsas məsələ hansı istiqamətin daha sərfəli olacağını düzgün hesablamaqdır. Avropa ilə yaxınlaşma siyasi baxımdan cəlbedici görünə bilər. Lakin bu proses iqtisadi baxımdan ciddi risklər yarada bilər. Ekspertlərin fikrincə, İrəvan qərar qəbul edərkən qaz qiymətləri, ixrac bazarları və xaricdə çalışan vətəndaşlarının vəziyyətini də nəzərə almalıdır.